Əməkdar artist Rahilə Bəndəliyeva valideynlərinin itkisi ilə bağlı təsirli xatirələrini bölüşüb. Müsavat.com axşamaza istinadən xəbər verir ki, günə uğurla verilişində qonaq olan sənətçi atasının son vəsiyyətini yerinə yetirdiyini açıqlayıb. Atam mənim nəfəsim idi. O dünyasını dəyişəndə 36 yaşım var idi. Qalaltına onun 64 yaşını qeyd etməyə getmişdik. Sevdiyi yeməkləri hazırlamışdım. Gördüm ki, yemir. Soruşdum ki, niyə yemək yemirsən? Cavab verdi ki, səndən küsərəm. Soruş ki, niyə yeyə bilmirəm? Mən bütün yolu bikef oldum. Dedik ki, gələn ildə atamın 65 yaşını burada qeyd edərik. Dedi ki, onu siz görəcəksiniz, mən yox. Daha sonra atam dedi ki, səndən bir istəyim var. Mən öləndə üstümdə ata seygahı oxuyarsan. Cavab verdim ki, sən öləcəksən, mən ağlayacağam, səsim batacaq, oxuya bilməyəcəyəm. Amma dəfnə aparanda dedim ki, tabutu qaldırmayın, son arzusunu yerinə yetirəcəyəm. Həmin an mənə bir səs gəldi ki, valideynini itirmək çox ağırdır. Mart gələndə gözüm yolda qalır ki, atam kənddən mənə bayram payı gətirəcək. Ondan 21 gün sonra da anam dünyasını dəyişdi. Anam 10 ildir vəfat edib. Bəlkə də ondan sonra atamın yurduna cəmi 5-6 dəfə getmişəm. İtkilərim, dərdlərim çoxdur. Bu hadisələr məni bir müddət sənətdən uzaq saldı.